Günəşin verdiyi istilik sayəsində canlı ekosistem yaşayır. Onun sayəsində yer kürəsində çoxsaylı proseslər gedir. O, müasir dünyada bərpa olunan enerjinin ən böyük perspektivli və potensiala malik olan növü hesab olunur. Onun ən böyük üstünlüyü istixana effektinin yaratmaması, havanı çirkləndirməməsindədir. Energetika Nazirliyindən verilən məlumata görə, ölkənin günəş enerjisi potensialı 23 giqavat təşkil edir. Hazırda 278,2 meqavat gücündə 9 günəş elektrik stansiyası fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, günəş enerjisinin istifadəsi digər enerjilərə qənaət etmək baxımından çox əlverişlidir. İqtisadi baxımından baxsaq, günəş panellərinin tətbiq olunması əsasən enerjiyaya qənaət etmək üçün faydalıdır. Alternativ enerjinin istifadə olunması üçün aktualdır. Karbon emissiyasının azaldılması yolunda mühüm əhəmiyyət daşıyır. İndiki mövqeyi daxili bazarın enerji ehtiyatlarının ödənilməsində alternativ enerji olaraq kifayət qədər yaxşı yayılmışdır. İqtisadçılara görə günəş enerjisinin ölkədə səmərəli olması üçün bir neçə nüansa diqqət yetirmək önəmlidir. İlk olaraq neftin qiymətinin qalxması, digər bir məqamsa mütləq qanunvericiliyin olmasının vacibliyidir. Azərbaycanda günəş panellərindən sənayedə geniş şəkildə istifadə olunur.